vaxtınız xeyir olsun. Mən Qajar Akademinin İngilis dili müəlliməsi Xədicə müəlliməm. Mən artıq unutmuşam, bu bizim sizinlə neçənci dərs videomuzdur. Gəlin indi baxaq bu dərsdə hansı mövzunu izah edəcəyik biz. Deməli, tələbələr bugün yeni başlayan ingilis dili öyrənmək istəyən tələbələrin ən çox elədiyi səhvlərdən biri var, vardır sözü olan zeri, zera və malik olmaq sözü olan həv, həzir istifadə məqamlarındakı səhvləridir. Gəlin indi birinci lövhəni iki hissəyə ayıraq. Bir tərəfə yazaq have, has, malik olmaq. Digər tərəfdə isə there is, or there are, vardır. Gəlin indi birinci cümlələrə baxaq. Yazaq ki, mənim, üç pişiyim var. Digər tərəfdə isə yazıram ki, stolun üstündə üç pişik var. Baxırıq hər iki cümləyə, görürük ki, hər ikisində var yazılıb. Biz bunları ingiliscə tərcümə edəndə necə bilək ki, bu have, hasdir, yoxsa zeri, zeradır? Tərcüməsinə baxaq. Mənim üç pişiyim var. Burada biz deyə bilərik ki, mən üç pişiyə sahibəm. Mən üç pişiyə malikəm. Malik olmağa. Bəzi tələbələr malik olmaq qəliz olduğu üçün elə bunu vardır deyə yadlarında saxlayırlar. Ona görə tərcümə zamanı da çox səhv edirlər. Mənim üç pişiyim var deyəndə, mən üç pişiyə malikəm deyirik əslində. Sadəcə dilimizə çətin gəldiyi üçün biz bunu asanlaşdırırıq. Deyirik ki, mənim üç pişiyim var. Hər ikisi eyni mənanı ifadə edir, malik olmağı bildirir. Ona görə də mən bunu yazında yazıram ki, I have three cats. Mənim üç pişiyim var. Yazdım burada, malik olmağı bildirdi. İndi baxıram bu tərəfə. Stolun üstündə üç pişik var. Mən burada pişiyin yerini göstərmişəm. Pişik harda var deyə yazmışam. Burada biz malikliyi, sahibliyi bildirə bilmirik. Demirik ki, stolun üç pişiyi var. Elə şey deyə bilmirik. Deyirik ki, stolun üstündə üç pişik var. Ona görə yazıram ki, üç cəmdədir. Biz bilirik ki, are cəm isimlərdə, is isə təklərdə istifadə olunur. İndi yazıram zera. Birinci bu gəlir cümlədə. Nə var? Üç pişik var. Three cats. Harada var? Stolun üstündə. On the table. Stolun üstündə üç pişik var. İndi gəlin yazaq ki, mənim anamın çantası, rengini də yazaq. Yazaq ki, qara çantası var. Burada da yazaq ki, yatağın və ya çarpayının üstündə qara çanta var. Baxdıq, gördük ki, birində sahiblikdir, malikliyi bildirir, anamızın çantası var bildirir, digərində isə çantanın yerini bildirir. Yatağın üstündə çanta var. İndi bunu deyirəm, my mother has black bag. Anamın qara çantası var. Bu bir tərəfə baxırıq. Yatağın üstündə, çarpayının üzərində qara çanta var. Bir dənə çantadan söhbət gedir axı, çanta. Ona görə izlə deyəcəm. There is a bag on the bed. Çarpayının üzərində çanta var. İndi gəlin bunların sual inkarına da baxaq. Biz have demişdik onsuz da ki, əgər have-dən sonra got yoxdursa, ki uşaqlar artıq ingilis dilində demək olar ki, got heç istifadə olunur. Yəni, have got, has got istifadə olunmur. Və sadəcə I have three cats dedik. Bunu I have got three cats də deyə bilərik. O, got olmadığı halda biz demişdik ki, have, has-ə sual verəndə köməkçi feilimiz olur do və does. İndi birinci bu cümləmizə baxaq. Sual verək ki, sənin üç pişiyin var. Olacaq cümləmiz do you
have? Do you have 3 cats? Sual verdik. İndi okey, bunu da deyək. Mənim anam deyək ki, sənin ananın qara çantası var. Demişdik ki, has-a sual verəndə does-dan istifadə edirik. Does your mother have? Does-a görə dedik ki, does taxıldı, ikinci s-i istəmir. Ona görə has çevrilir, olur, have. Olur, does your mother have black bag? Bu da oldu sualımız. İnkarda isə deyirsiniz, I don't have 3 cats və ya my mother doesn't have black bag. Gördük, have not, has not diye bir şey yoktu burada. Doesn't have ve don't have var. İndi digər tərəfə baxaq. Zeliz və Zeraya sual verəndə birinci Zeranı yazmışıq yazaq. Bunlarda artıq sualı elə biz an, is, are-ın özü ilə sual verəcəyik. Artıq burada biz demişdik ki, to be-nin şəxs formaları olanda sual və inkar onların özü ilə düzəlir. Burada da are-la is-dir. Sualımız olacaq, are gələcək cümlənin əvvəlinə. Olacaq are there 3 cats on the table. İnkarda da yine there are not 3 cats on the table. Ay, table nədir? Ha, table yazmışım. Okey. Bu sualımız, bu da inkarımız. İndi baxıram, bu zerizlə olan. Yine burada is. Lənət olsun. Aha. Is gəlir keçir cümlənin əvvəlinə, olur, is there a bag on the bed? Bu oldu sualımız. İnkarda isə there isn't bag on the bed. Bu qaydamız bu qədər. Həm has malik olmaqla zeri, zera, var, vardırı biz artıq ayıra bildik. İndi bir də uşaqların ən çox verdiyi suallar, tələbələrin verdiyi ən çox sual nədir? Biz deyirik ki, məsələn, pişiyim stolun üstündədir. Bir də stolun üstündə pişik var. Biz pişiyim stolun üstündədir deyəndə artıq pişikdən söhbət gedir axı. Var, vardır, yoxdur burada. My cat is on the table. Uşaqlar soruşurlar ki, bu to be-nin şəxs formalarından sonra isim gəlmədən preposition istifadə edə bilərikmi? Bəli, istifadə edə bilərik. Məsələn, deyirəm ki, mən sinifdəyəm və ya otaqdayam. I am in the room. Mən otağın içindəyəm. Daha sonra qardaşım evin qarşısındadır. My brother is in front of home or house. Mənim qardaşım evin qarşısındadır. Bugünlük qaydalarımız bu qədər. Ümid edirəm hər kəs üçün anlaşılır olmuşdur. İnşallah növbəti dərslərimizdə görüşənədək sağ olun.